Salam əziz və dəyərli izləyicilər, hər birini salamlayıram. Dostlar, bugün Zaqatala rayonunun Aşağı Tala kəndində bir dənə gözəl evimiz satışa çıxıbdır. Deməli, evimiz 40 sot həyətdə yerləşir, inşa olunubdur. Həyəti 40 sotdur. İndi sizi bir dənə evimizlə tanış eləyək. Dostlar, budur bizim həyətimiz. Dəyərli izləyicilər, bu belə bir dənə balaca navesi var. Burada bir dənə qəşəng belə ambarı var. Ambarı var. Bir dənə həyətimizdə çəkək. Dəyərli izləyicilər, bax, evimiz budur. Evimiz 6 otaqlı dostlar. 6 otaqlı bir dənə evdir. 40 sot həyətdə inşa olunub. Həyəti 40 sotdur. Dostlar, bax, həyətdə belə qəşəng belə damı da var. Bax, belə gözəl damı var. Heç nə sökülməyəsidir həyətdə. Həyətdə hər şey qalacaq. Evi belə kim alsa, evdə olan bütün əşyalar qalacaq. Bəzi bir-iki dənə əşya götürüləsi, qalan hər şey qalacaq evin içində. O dəyərli izləyicilər. Buradan oyuna fındıq bağıdır. Deməli 40 sot həyətdir. Deyək bura kimi bir 6-7 sot olar. 30 sota yaxın da fındıq bağıdır. 30 sota yaxın fındıq bağıdır. Dostlar, gördüyünüz bu evdir. Belə qəşəng 6 otaqlı var. Girdiniz belə, yəni qəşəng belə salonu var. Səliqəli, qəşəng. Gördüyünüz kimi gəldiniz belə. Uzun belə qəşəng koridordur. Bu bizim birinci otağımızdır. İkinci otağımızda dəyərli izləyicilər. Otağımız geniş, böyük otaqlardır. Gördüyünüz kimi. Bu da bizim belə böyük otaqlardır maşallah. Dördüncü otağımızda yüksək yığılıb. Dördüncü otağımızdır. Burada bir otaqdır. Burada dostlar bir otağımızdır bizim. Geniş, böyük, qəşəng otaqlardır. Bax, belə gəldiniz bura. Uzun qəşəng koridor, kafe ətrafla örtülür yer. Dəyərli izləyicilər, bu bizim kuxnamızdır. Dostlar, bu da bizim hamam tualetimiz. Qazı, suyu, işığı, yəni oturulan bir evdə qazı, suyu, işığı, interneti, hər bir şey var dostlar. Dəyərli izləyicilər, bu evlə kim maraqlanmaq istəyir? 315 56 71 bu nömrəyə zəng vurun, bu evlə maraqlanın. Sağ olun.